O gün bilirsiniz nə oldu? Demişdi ya, Lənkərana gedəcəyik göbələk yığmağa. Gedək görək komandasına qoşulub düşdük dumanlı yollara. Salyanda market alış-verişimizi edib yollandıq hikinqə başlayacağımız nöqtəyə. Təbiət elə fərqli idi ki, həm payızda yeriyirdik, həm də yayı hiss edirdik. Maraqlı tərəfi isə göbələk yoluna çıxmağımız idi. Məqsədimiz isə qabımızı fərqli göbələklərlə doldurmaq idi. Bütün bunlar az imiş kimi bolcada məlumat aldıq. Bundan uzun müddət od saxlamaq olur. İçini yandırırsan, 1 ilə yaxın od saxlamaq olur hətta bunda. Adı da Fomes fomentariusdur. Fomes alovdur, fomentarius yanan latınca. Bizim dildə at dırnağı gedir. Həm də bu çox sərtdir. Bunu qab kimi istifadə edirlər vaxtıyla içini oyub. Dəfələrlə podkastlarını dinlədiyimiz Elgün bəyi canlı dinləmə və praktiki öyrənmə şansımız oldu. Hirkan Milli Qoruğunun gözəlliyinə aşiq olub, biraz hirkan qozası yığıb, təbiətin səsini dinləyib, dərələri keçib, təpələri aşıb, göbələyi axtara-axtara ilan tapdıq. Bu yarı zəhərlidir, əqrəb kimi belə. İlanla sağollaşıb son nöqtəyə gəldik ki, bizə samovar qaynadılar. Biraz da uzun qulaqla zaman keçirdik. Arkadaşım şek, arkadaşım şek, arkadaşım eşek. Çayımızı içib, topladığımız göbələkləri düzüb, bolca məlumat aldıq. Məncə bu turda o düşüşün qalxışı da göbələklə olmalı idi.